Müsahibin Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlidir. İmza toplama kampaniyanız necə keçdi? Başa çatıbdır? İmza toplama kampaniyası dünən axşam başa çatdı və çox qısa bir vaxtda bizim Milli Şuranın seçki qərargahı imza toplama kampaniyasının başa çatdığını bildirdi. 45 min imza çox məhdud bir vaxtda, böyük sürətlə, böyük mütəşəkkilliklə bütün respublika əhatə olunmaqla bu iş başa çatdırıldı və əslində mən deməliyəm ki, Milli Şurada təmsil olunan partiyaların, hərəkatların böyük bir göstəricisi idi və onların təşkilatçılıq işinin açıq aydın bir təzahürü idi. İndi həmin toplanmış imzaların nəzərdən keçirilməsi, yoxlanması mərhələsidir və çox diqqətlə yoxlanılır. Bu böyük bir təxminən 45 min imzanın içərisində ola bilər müəyyən texniki cəhətdən qüsurlu imzalar ola bilər. Onlar müəyyənləşdirilir. Hər vərəqdən 1-2 yaxud elə vərəqlər var ki, tamam düzgün doldurulur. Bəzilərindən 1-2 deməli qüsurlu imzalar olur. Onu da bizim deməli seçki qərargahının üzvləri nəzərə alırlar və qeyd edirlər. Yəqin ki, sentyabrın 7-sində Mərkəzi Seçki Komissiyasına imzalarınızı təqdim edəcəksiniz. Bu belə planlaşdırılıbdır. Sabah nəzərdə tutulur sənədlərin və toplanmış imzaların Mərkəzi Seçki Komissiyasına təqdim olması nəzərdə tutulur. Şübhəsiz ki, bu seçki proseduruna, seçki qanunvericiliyinə uyğun olmalıdır və ümid edirəm ki, sabaha bu iş başa çatdırılar və günün ortalarında yəqin ki, Mərkəzi Seçki Komissiyasına təqdim olunar sənədlər. İmza toplama kampaniyası necə keçdi? Ədalətli idimi? Bilirsən, bizim özümüzə münasibətdə mən deməzdim ki, çox ciddi müdaxilələr oldu. Əlbəttə, bir sıra yerlərdə təzyiqlər oldu. Bəzi adamları məcbur elədilər öz imzalarından imtina eləsin. Bəzi imza toplayanlar polisə dəvət edildi, təzyiqlər edildi. Hakimiyyətə yaxın olan şəxslər tərəfindən hədələndilər. Amma bu kütləvi xarakter almadı. Deyərdim ki, tək-tək yerlərdə belə hadisələr müşahidə edildi. Bütövlükdə imza toplama kampaniyası normal şəkildə başa çatdırıldı. Amma bu bizim özümüzə aiddir. Bütöv seçkidə iştirak edən namizədlərə münasibətdə mən hesab edirəm ki, əlbəttə ayrı-ayrı namizədlərə münasibətdə ədalətsizliklərə yol verildi. O cümlədən İlqar Məmmədov həbsdədir. Yəni, bu ədalətlidirmi? Seçki kampaniyası dövründə həbsdə olsun. Mənə belə gəlir ki, bu seçkidə iştirak edən namizədlərə münasibətdə qeyri-bərabərliyi ortaya qoyan bir faktdır və namizədlərdən birinin həbsdə olması şübhəsiz ki, onun imza toplama kampaniyasına da mənfi təsir göstərə bilər və ümumiyyətlə şəxs namizəd Mərkəzi Seçki Komissiyasında qeydə alınıbsa, imza toplama kampaniyasına buraxılıbsa, onun həbsdə saxlanması heç cürə ədalətli deyil və məsələn, bugün 21 namizəd var, onların bəziləri öz imza toplama kampaniyasını başa çatdırılıb, digərləri hələ davam etdirir. Digər namizədlər öz imza toplama kampaniyasına rəhbərlik etdikləri halda, İşin içində olduqları halda namizədlərdən biri hələ də məhbus həyatı keçirdir. Və mənə belə gəlir ki, bu ədalətli deyil, bu doğru deyil, bu düzgün deyil. Birincisi, İlqar Məmmədov mənim bildiyim qədər hüquqi cəhətdən bir günahın sahibi deyil. Sadəcə olaraq öz fikirlərinə görə, yanaşmasına görə, düşüncəsinə görə, siyasi görüşlərinə görə həbsə alınmış bir şəxsdir. İlqar Məmmədovu həbsdə saxlamağın heç bir hüquqi əsası yoxdur. İkinci bir tərəfdən də bu artıq namizəddir. Və necə ola bilər ki, 20 namizəd azad şəkildə öz imza toplama kampaniyasında iştirak eləyir. Namizədlərdən biri bunu həbs yerindən müşahidə eləyir. Və həbs yerində öz imza toplama kampaniyası haqqında məlumatlar alır. Bu, İlqar Məmmədovun hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu, onun seçki kampaniyası üçün törədilən ciddi məhdudiyyətlərdir və ədalətsiz bir yanaşmadır. Ümid eləyirəm ki,
və hesab eləyirəm ki, İlqar Məmmədov təcili olaraq həbsdən buraxılmalıdır, öz seçki kampaniyasına rəhbərlik etməlidir. Seçki dövründə müşahidə etdiyiniz qanun pozuntuları varmı və hökumətə hansı çağırışlarınız var? Əvvəla seçki kampaniyası ilə başdan ayağa qanun pozuntularından ibarətdir. Seçkinin prezident seçkiləri kimi böyük bir siyasi kampaniyanın vaxtının 2 aya endirilməsi və təbliğat müddətinin 21 günə endirilməsi seçiciyə mən deyərdim ki, sayğısızlığın nəticəsidir. İkinci böyük qanun pozuntusu ondan ibarətdir. Namizədlərdən biri dövlətin resurslarından öz seçki təbliğatı üçün istifadə edir. Bilirsən, məsələn, Yeni Azərbaycan Partiyasının namizədinin keçirdiyi, rayonlarda keçirdiyi görüşlər, açdığı obyektlərdən verilən reportajlar, mətbuat səhifələrində təbliğat kampaniyası başlamadan onun xeyrinə səs verilməsi ilə bağlı edilən çağırışlar, bunlar hamısı seçki kampaniyasının, seçki məcəlləsinin pozulması deməkdir. Bilirsən, bir var ki, prezidentin fəaliyyəti barədə 30 saniyə televiziyada informasiya verilir. Bir də var ki, onun hansısa rayona səfəri barədə 30-35 dəqiqə reportaj verilir. Reportaj artıq bu təbliğatdır. Bunu etmək olmaz. Bu seçki qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Yaxud biz əmək haqlarının artırılmasının əleyhinə deyilik və biz hesab eləyirik ki, Azərbaycan vətəndaşının əmək haqqı, pensiyası 10% deyil, daha yüksək faiz göstəriciləri ilə artırılmalıdır. Çünki ölkəmizin maliyyə, iqtisadi ehtiyatları vətəndaşlarımızın daha layiqli həyat haqqını təmin etmək üçün yetərlidir. Amma seçkiyə start verildikdən sonra namizədlərdən birinin ölkə bütün işləyən adamların, həkimlərin, müəllimlərin, mədəniyyət işçilərinin, pensiyaçılarının, dövlət məmurlarının əmək haqqının artırılması barədə sərəncam verməsi, bu artıq seçiciyə ünvanlanmış bir sərəncamdır. Və hətta mən deyərdim ki, burada seçicini pulla ələ almaq cəhdlərinin əlamətləri var. Çünki bütün hallarda bu 10% artım bilavasitə ona çatacaq əmək haqqı yaxud pensiyanın üzərinə gələn vəsaitdir. Və mən tövsiyə edərdim ki, Azərbaycan xalqı layiqli həyat haqqına malik bir xalqdır. Hakimiyyətdə olan dairələrin belə bir fikirləri olanda onu ya seçkidən xeyli əvvəl etsinlər, ya da seçki başa çatdıqdan sonra etsinlər. Çünki seçki ilində bunu etmək olmaz. Axı vətəndaş həmin vətəndaşdır da. Bunu ötən il artırmaq lazım idi bu artımları. Avqustun 2-sində seçkiyə start verildikdən sonra bunu etmək olmazdı.